iştirakçıları, bizim bu günləri yeni il 31 dekabr Dünya Azərbaycanlar Həmrəylik Günü münasibəti ilə və ümumiyyətlə bizim ilin yekununa dair Yazıçılar Birliyinin bu 3 il ərzində bir hesabat xarakterli tədbirə yığışmışıq. İstəyirəm ilk növbədə vətən torpaqları üzrə canını fəda etmiş şəhidlərimizin ruhunu bir dəqiqə şükür. Allah rəhmət eləsin. Ötən il bizim üçün, artıq biz ona ötən il deyirik. 2025-ci il bizim üçün çox əlamətlər illərdən biri oldu. Deməli, Yazıçılar Birliyinin Zaqatala bölməsinin, Qax, Zaqatala və Balakan rayonundan olan üzvlərinin bir çoxlarının uğurları ilə başa vurmuşuq. Stolun üstündə bax gördüyümüz elə ilki mən istəyirəm Könül xanımı bura dəvət edeyim. Deməli, Könül xanım bizə Şəkidən gəlib, Şəki rayonunun kəndində yaşayır. Artıq bizə Şəkidən ikinci adamdır. Bir nəfər də onun arxasında estafetə gəlibdir. Yazıçılar Birliyinə üz qəbul olur. Könül xanım, sizi təbrik ediyoruz. Uğurlarınız bol olsun. Xahiş edərik Şəki təcəssüdə. Uğurlarınız bol olsun. İnşallah sağ əliniz burada oturan Yazıçılar Birliyinin üzvü olmayanların başında olsun. Bilirsiniz ki, Könül xanım təxminən 1-2 ilə yaxındır bizim qrupumuza qoşulubdur. İmkan dairəsində Bakı şəhərində yaşadığına görə az-az tədbirlərdə iştirak edir. Amma həmişə ürəyi bizləndir. Gəlir, gedir, bütün qrupumuzun belə böyük tədbirlərində çalışır ki, iştirak eləsin və Bakıdan da məhsula gəlir, yaxın bir rəfiqəsinə. Təşəkkür edirəm, sizi təbrik edirəm, uğurlarınız bol olsun. Mən də sağ olun. Təşəkkür edirəm, köhnə dostlarım. Allah sizləri qorusun, yaxşı ki varsınız. Sağ olun, çox sağ olun. Bizim ad günü olan əyləşin. Ad günü olan xanımlarımız olub, Bəsli xanımın yubileyi olub, biz onu ümumi Qax rayonunda təbrik eləsək də, yəni ümumi bölgənin bir tədbirdə təbrik eləməmişik. Bəsli xanım zəhmət olmasa qalxınız. Bəsli xanım bizim müsahibimizdir, uzun illər mühasib işləyibdir. Biz əslində fərqli fərmanla tərtib edirəm, amma deməli, üzr istəyirəm, elə nağdı bunu da verim Bəsli xanıma. Bəsli xanım, sizi deməli Yazıçılar Birliyi Şimali Azərbaycan bölməsinin Bəsli Şahmurova 65 illik yubileyi və bölgəmizdə ədəbi mühitin inkişafında göstərdiyi xidmətlərə görə tərtib olunur diplomla. Təbrik edirəm sizi. Uğurlarınız bol olsun. Siz bizim gözəl şairəmizsiniz. Qaxdan olan ən aktiv şairlərdən birisiniz. Düşünək ki, inşallah növbəti ilimizdə 26-cı ildə kitabımız işiniz görər və Könül xanım kimi siz də Yazıçılar Birliyində işiniz. Təbrik edirəm, çox sağ olun. Əlavə doğum günüsü olanlar, bəli, biz Şəlalə xanımı da unutmuşuq, çünki Şəlalə xanım da doğum günü olubdur. Şəlalə xanım, zəhmət olmasa siz də buna yaxınlaşın. Şəlalə xanımın fəxri fərman Azərbaycan Yazıçılar Birliyi üzvü Şəlalə Məmmədova regionda ədəbi mühitin inkişafında göstərdiyi xidmətlərə və fəal şair kimi tərtib olunur. Fəal şair kimi elan edilən Şəlalə xanımın çünki bir də alqışlayaq zəhmət olmasa. Çünki Şəlalə xanım həqiqətən də qısa bir müddətdə qrupumuza qoşulandan aktivliyi ilə seçilibdir. Bilirsiniz, Kukla Teatrında fəaliyyət göstərir, orada bir neçə tədbirlərdə də iştirak eləmişik. Yəni, şair kimin özlərində işləyən xanımdır. İnşallah növbəti ildə onun da kitabı işiniz görər və biz də həmən kitabların sayəsində Şəlalə xanımda Yazıçılar Birliyinə üzvlüyünə namizəd kimi təqdim eləyərik. İnşallah. Rəhmiş olsa Erşad xanım videonu götür. Növbəti bizim Erşad müəllimin kitabı işiniz görübdür. Erşad müəllim, zəhmət olmasa kitabından bir dənəsini gətir bura. Biz bunu hardasa sürpriz elədik tədbirimiz üçün. Adını da belə qoyduq. Mənim də zəhmətim var. Yəni bir redaktorluq eləmişəm bu kitabda. Elşad Əmrahoğlu. Hara gedir bu dünya?
Bu çox əxlaqi bir kitabdır. Hardasa dini mövzu da var burada. İnsanların, uşaqların valideynlərinə olan hörməti, valideyn-övlad münasibəti, bizim dinimizin əslində nə xidmət, müsəlman dininin müəyyən keyfiyyətlərinin insanlara aşılaması sırf dini mövzuda yox. Necə deyərlər, özümüz də biz həm söhbət olanda danışdıq ki, ey zəbərbəylə milləti bu İslam dinini insanların gözündən salmaq lazımdır. Bu İslam dininin gözəl kəlamları var, Məhəmməd Peyğəmbərin sallallahu gözəl kəlamları var. O kəlamlardan müəyyən miqdarda istifadə etməklə, yəni dediyim kimi, böyüyə hörmət, yalan danışmamaq, belə bir mövzuda balaca bir kitab ərsəyə gətiribdir. Qısa bir müddətdə olur, baxın bu kitabdır. Eşat, mən səni təbrik edirəm, qardaş. Bilirsən ki, sənə özümün xüsusi simpatiyam var, yazdığın şeylərə. Ona görə uğurların bol olsun. Allah qoysa kitabın ardı gələcək, biz 2 kitabında üzərində işləyir. Düşünürəm ki, növbəti 26-cı ildə sənin də yazılar günə təqdimatınızı verəcəyik inşallah. Təbrik edirəm, uğurların bol olsun. Sağ olun. Başqa doğum günü olan ola bilər ki, mənim yadımdan çıxıb unutmuşam. Qərənfil xanım. Doğrudan Qərənfil xanım hanı? Qərənfil xanımda. Qərənfil xanım, zəhmət olmasa... Qərənfil xanımda biz... Təbrik edirəm sizi. Qərənfil xanım bizim, belə deyək də, nəğməkar şairimizdir. Özünün gözəl qirayəti var. Yazdığı şeirlərə çoxlu mahnılar bəstələn etdi. Biraz təvəzzükardır, onları əslində bizdən çox gizlətmişdik, sonradan bilmişik. Əsasən sosial şəbəkələrdə aktivdir, özü özlüyündə deyir. Yəni, təbrik edirəm Qərənfil xanım. Uğurlarınız bol olsun, Nəbi müəllimin haqqında belə deyək də, bu illəri bilirsiniz, Nəbi müəllimin şəxsi həyatında daha çox fəal oldu. Çünki Nəbi müəllim həm ilin şairi kimi 2025-ci ildə, həm yazıçılar birliyin üzvü kimi ard-arda biraz elə gözə də gətirdik. Sonra da Qızıl Ürək ordeni və s. və ilə axırda, yəni saymaqdan qurtarmır. Bir neçə kliplər, özün şəninə yazılmış Züleyxa xanım və Zeynəb xanımın dəstəsi ilə mahnılar və s. və ilə axırda. Yəni saymaqla Nəbi müəllim qurtarmır. Yəni bu il onun üçün də çox uğurlu oldu. Onu da təbrik edir, uğurlarınız bol olsun. Uğurlarınız bol olsun. Düşünürəm ki, siz də fasillikdən çıxacaqsınız. Yəqin ki, bu illər 26-cı ildə bir kitabın üzərində işləyəcəksiniz. Təbrik edirəm, sağ olun. Rəna xanım Həsən. Rəna xanım, gəlin. Rəna xanım, sizi də bölgəmizdə ədəb mühitində buyurun diplomla. Deməli, bu da sizin jurnalınız, belə zəhmət olmasa. Biz Rəna xanımı bir balaca üzərində işlədik, mən də dəstək oldum. Rəna xanımın kitabı çıxdı 25-ci ildə. Biz onun böyük təqdimatını elədik Heydər Əliyev mərkəzində, Qaxrayon Heydər Əliyev mərkəzində. Rəna xanım da şəhid ailələrlə çox sıx işləyir. Hətta Zaqatala, Yuxarı Çardaqlar kəndində Əhməd Laçınovun ailəsi ilə də dostluğu da var. Onun oğluna da şeir qoşub. Bir neçə şəhidlərə özünün xüsusi şeirləri var. Kitabı çıxıb, deməli növbəti də bir kitabı da çıxandan sonra inşallah Rəna xanım da yazıçılar birliyinə təqdim edəcək. İnşallah. Təbrik edirəm, uğurlarınız bol olsun. Aytaç İbrahim, Aytaç xanım, zəhmət olmasa gəlin. Biz dünən Aytaç xanımgilin evlərində olmuşuq. Bu gözəl qızımızın doğum günüydü. Aytaç bizim, təbrik edirəm Aytaç xanım, buyurun. Ay maşallah. Deməli, mən bu yazıçılar birliyi yaranan vaxtı ilk Aytaç xanımın Paradoks kitabı var idi. İlk Aytaç xanımın kitabı. Gəl bura, gəl mənim yanıma. Gəl sənin alın, üzümə çəksin. Ay Eşət əmsi, bunun bir şəkilini çək belə qəşəng bir ora bax. Mən video çəkim. Hə. Bax şərədə xaliyə. Ay maşallah. Amin, amin. Belə bir gözəl nəvə istəyərəm. Deməli, Aytaç xanım təzə gələn vaxtı ilk Aytaç xanımın kitabının təqdimatını eləmişik. Qıpçaq kəndində, məktəbdə. Gənc şairədir, müəyyən tədbirlərə qatılmaqla bağlı problemləri var. Düşünürəm ki, onu da həll eləmişik. Fəal, aktiv gəncdir. Rayon yeni rəhbərliyi gəlib
hansı bir görüş keçəndə qalxıb ayağa rayonun bütün problemlərini falan üzünə deyən adamdır. Yəni Aytaç xanım təkcə evdə yox, elə hər yerdə fəaldır. Aktivdir, fəaldır, gözəl də şeirlər yazır, mənalı da şeirləri var. Uğurlar arzulayıram Aytaç xanım, uğurlarınız bol olsun. Allah bu gözəl qızımızdan səni sevindirsin. İnşallah. Bilən bu bizim aşkımızdır. Bu gözəl qızın ketmişdik, bunu təbrik eləmək istiyorum. Mövlud müəllim, zəhmət olmasa gəlin bura. Mövlud Nikbin bizim Zəlimxan Yaqubun qohumudur. Əslində Gürcüstan əslidir. Mənim çox özümü xüsusi simpatiya elədiyim müəllimdir, güclü şahmatçıdır. Görməklərin şeydir. Buyurun sizin regiondan bunu götürün, diplomu. Belə. Bax, bu da bizim jurnalımız. Bu da bir də belə. Deməli, Mövlud müəllim şahmatist, kimya müəllimi, yəni çox universal bir insandır. Həm də gözəl şeirlər, şeirlər aydın məsələdir. Zəlimxan nəslindən olduğuna görə onun damarından axır, onu saxlamaq olmaz. Həqiqətən də elə bir mənalı söz yığınağı deyil, yəni mənalı şeirləri var. O da özlərində işləyən adamdır. Bu yaşında yenə də deyirəm, özdə adlı sanlı şahmatçıdır. Yəni Respublikada bir neçə dəfə yer tutdu. Baxmayaraq ki, müəllimdir, kimya müəllimi, riyaziyyat müəllimi, onunla paralel də həm də şahmatla məşğulluqdur və bölgəmizdə həqiqətən də ədəbi mühitin formalaşmasında böyük xidmətləri olan bir insandır. Yəni Balakəndə biz şair yazısı deyəndə 3-5 nəfərin adını çəkə bilərik ki, onlardan 3-ü buradadır. Bir ikisinin də səhhətinə görə Xotura Ramazanı tanımaq olmaz. O da Avar xalqının nümayəndəsidir, Respublika Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Respublikada onu hamı tanıyır. Səhhəti ilə bağlı yaşı çoxdur, indi pasiya xəstəsi, yatır yerdə. Sənə uğurlar arzulayam qardaşım. Uğurlarınız bol olsun. İnşallah növbəti ildə əlimizi yığıb başında sizin də kitabınızı çap edərik. Mən düşünürəm ki, Yazıçılar Birliyinin həqiqi üzvü olmağa siz layiqsiniz. Sağ olun. Sağ olun. Videonu rəhmətimizi dəyişin. Bizim Elşad mən deyərdim ki, ən layiqli namizədlərdən biridir. Yazıçılar üzvlüyünə təqdim olması insanlardan biridir. Özlərində işləyən, dayanmadan, yaxşı, mənalı şeirlər yazan, onun şeirləri də bax bu jurnalımızda da öz işığınızı görübdür və paralel bir də kitabı çıxırdı. Demək ki, 2025-ci il Elşad müəllim üçün ən uğurlu illərdən biri, yadda qalan illərdən biri. İlqar müəllim bizim dostumuzdur. İlqar müəllim həqiqətən də indi biz qardaşlıq deyilən demirəm, ağsaqqal da həm də. Yəni mən doğulan ilisi İlqar müəllimin ilk yazısıdır, 71-ci ildə. İlqar müəllim uşaq vaxtından yazır. Bakı Dövlət Universitetinin jurnalistikasını qurtaran adamdır. O vaxtları ki, onlar sayla idi. 3 nəfər qutara bilər, 5 nəfər qutara bilər. Şeiriyyata, sözə hamıdan çox qiymət verəndir. Bizim hamımızdan çox İlqar müəllim qiymət verir. İlqar müəllim şeir yazmasa da şeirə o qədər qiymət verir ki, yəni şairə o qədər qiymət verir ki, yəni sizlərə o qədər qiymət verir ki, həqiqətən də onu danmaq olmaz. Və hər dəfə də çalışır ki, Bakıda da olsa gəlsin bizdən iştirak eləsin. İlqar müəllim həm də bizim işlədiyimiz bu yaradıcılığımızla bağlı, bu il dönümümüzlə bağlı materialları Xalq qəzetində verir. Prezident aparatının bugünkü gündə bir rəsmi qəzeti qalıbdır, o da Xalq qəzetidir. Xalq qəzetinin bölgə müxbiri kimi həmin qəzetdə məhz bizim Yazıçılar Birliyinin Zaqatala bölməsinin üzvləri, bu Şimalqət regional bölməsinin üzvlərinin yazılarını dərc edir. Bu asan bir məsələ deyil. Dövlət qəzetidir, siyasi bir qəzetdir, İlqar müəllimin şəxsi nüfuzudur. Bizim jurnalımızdan birini İlqar müəllimə hədiyyə edirəm. Mən düşünürəm ki, burada bir neçə yerdə onun şəkli də var. Çünki bilirəm, tədbirlərimizin hamısında olduğuna görə şəkilləri də var. Şuşada, Fulanda, hər yer. İlqar müəllim, təbrik edirəm. Bizim jurnalımızın şəxsi vətəndaş kimi şəxsi əlaqələri olan insandır. Çox böyük əlaqələri insan olandır və çalışır ki, həyatı boyu ancaq insanlara yaxşılıq eləsin. Nə qədər bacarırsa yaxşılıq eləsin. Yəni bu yaxşılığı da burada bizim üzvlərimizdən artıq bir neçəsi onu hiss eləyibdir. Yəni onlara eləyibdir. İndi bir neçəsinə şəxsi xahiş eləyib, böyük bir həzmdə demək. Yəni onun elə gözəl ürəyi var. Allah onun gözəl nəvələrini saxlasın. İnşallah nəvələrinin toyunda iştirak edək. İlqar müəllim, çox sağ olun, var olun. Biz sizin də ürək sözünüzü eşitmək istəyərik. Buyurun. Yılmaz müəllim məni çox təriflədi, amma çox sağ olsun. Amma mən bir məsələni qeyd edeyim. Bu günlər çox böyük həvəslə gəldik ki, bu tədbirdə iştirak edir. Çünki orada oturan adamları
Elmas müəllim özünün əzizi hesab edir və mən də elə doğma hesab edirəm, doğma oturan adamlar hamısı və həmçinin əziz biraz. Ayaqları Şirin müəllim dedi, bilirsiniz, mən bu Azərbaycanın bütün bölgələrində olan bu birlikləri tanıyıram, ədəbi. Demək, hamısı bizim dostumuzdur, gözəl şairimiz Ramiz Quşaçaylı Qubadadır, nə bilim, Oğuz, Vüsal Oğuz, nə bilim, Qazaxda, Şəkidə, hamısını mən yaxşı tanıyıram. Amma siz təsəvvür ki, heç bir yer, Azərbaycanın heç bir yerində belə bir krallıq yoxdur. Bu, etiraf edək ki, bu, Almanın rəhbərliyinin xidməti. Siz bəhvarı, Züleyxa xanım bizim əzizimiz dedi, Züleyxa xanım, bu jurnala görə o günləri bu nə qədər əsəbilik keçdi, mən onun şahidiyəm. Demək, şimdi yol gedirik, deyirəm, bir telefon maşın sürəsi, deyirəm, bir saxla bir danışmanlı, deyir, yox, orada bir səhv gedər sonra, bir abıçılıq olar falan. Yəni bunun hər cümləsinin, hər misranın üstündə Əlimani müəllim bax eləcəksin. Və bilirsiniz, bu yaradıcı adamlar həssas adamlar olurlar, yaradıcı adamlar kövrək olurlar. Onlar istəyirlər ki, heç kəsin qəlbinə dəyilməsin. Adicə burada kimisə bir şeirində bircə bir misranı düşməyi həmin adamın yüzlərlə ovqatını təlx eləyəcək və ömrü boyu ona elə bir nəsə bir problem olacaq. Yəni, Əlimani müəllim bax belə bir olandı. Mən yenə deyirəm, o Bəhmən deyir, dostu olmalıdır. Mən də onun dostu, o bizim dostumuz olmağına görə demirəm. Və bu günləri hamıya həvəslə qulaq assan, diqqət qulaq assan, şəxsən mən ölümə qalsa, 100 il qala mən o elmərəm. Bunu bilmənləri bilərsin. Mən sizin hamınıza uğurlar arzulayıram. Allah canınızı salamat eləsin. Vəzifə də gələcək, gedəcək, filan deyəcək. Bax, görürsünüz, Nəbi müəllim uzun illər vergilər idarəsi rəis müavini olur. İndən sonra yüzlərlə elə müavinlər gələcək, amma Nəbi Mülkülov bu tariximizdə bir Azərbaycan ədəbiyyatı tarixində bir şair kimi qalacaq. Bundan qiymətli nə var ki? O günlərdən də siz, Allah canınızı salamat eləsin. Şirin müəllim haqqında söz düşən kimi Zəqəsar Ramzi şair. Bilirsiniz, Şirin müəllimdə uzun illər mədəniyyət idarəsində müavin olub, universitetdə işləyib filan, amma Şirin müəllim günləri Zəqəsar Ramzi tarixində şair kimi. Bu çox qiymətli. Lenin kimi nəhəq bir insan deyir ki, Allah qismət eləyəni, mən 2 misra şeir yaza biləyim. Bir şeir yazıb, çox çətin bir məsələdir və biz bu barədə çox danışmışıq və xoşbəxt o adamdır ki, şeir yaza bilir. Və bu baxımdan siz həqiqi xoşbəxt adamlarsınız, qarşıdan gələn yeni iliniz mübarək, 2026-cı il mən arzu edirəm ki, hamının həyatında bir gözəl bir il kimi yaddaşda qalsın. Sağ olun. Öncə qarşıdan gələn yeni ilinizi təbrik edirəm. Dərdiniz, kədəriniz qalsın hamısı köhnə ildə. Yeni ilə, yeni arzularla çıxaq, yeni istəklərlə. Hər kəsin qəlbində, ürəyində nə arzusu varsa Tanrı yerinə yetirsin. Mən bu yaxınlarda Mədəniyyət evində bir tədbirdə bir məsələ çəkmişdim. Orada Əlmaniz müəllim də iştirak edir. İstəyəm ki, məsələ burada da çəkim. Deməli deyir ki, bir mismar bir nalı saxlayır. Bir nal bir atı saxlayır. Bir at bir sərkərdəni saxlayır. Bir sərkərdə isə böyük bir ordunu saxlayır. Bizim sərkərdəmiz də Əlmaniz müəllimdir. Biz də gördük Allah sərkərdəmizin canını sağ eləsin ki, biz də bir ordu kimi güclü görmək arxasında. Nə deyim, mehriban olaq, əl-ələ verək, sərkərdəmizin ardıcı gedək. Sağ ol Şəlalə xanım, çox sağ ol, var ol. Həm Şəkidə, Şəki rayonlarında, bizdə Balakəndə onun bir çox ailələrlə dostluğu var. Yəni ədəbi mühitin formalaşmasında bu xanımın da özünə məxsus yeri var. Siz təbrik edirəm. Bu da bizim jurnalımız. Uğurlarınız bol olsun.
Mən düşünürəm ki, Könül xanım çoxlarının ürəyində olan arzuları, yəni yazılar günü üzrə üzvdə olduğu, layiq olubdur, kitabı da işinizi görübdür, böyük tədbirlər də keçiribdir. Düşünürəm ki, yaradıcılıq gecəsi olsun. Sizin daha qalır yaradıcılıq gecənizin keçirilməsi. İnşallah onu da bir yerdə birləşib keçirərik və biz də sizin qulluğunuzda həmişə istədik kimi mən də sizin yanınızdayım. Allah qoysun. Yəni ki, müəyyən bir pillələri keçmişsiniz, artıq mail olmuşsunuz, uğurlarınız bol olsun, belə baxaq çəkin. Uğurlar olsun. Sağ olun. Zeynəb xanım Əliyeva. Deməli, Zeynəb xanım Əliyeva bizim qrupumuza bir neçə aydır. Burada bir neçə nəğməkar şairimiz var. Zeynəb xanım Əliyeva həmin şairlərin mahnılarına təbrik edirəm sizi. Uğurlarınız bol olsun. Mən Zeynəb xanımı bizim nəğməkar şairlərin sözlərinə bəstələdiyi mahnılara görə onu da xüsusi diplomla təltif edirəm. Ona görə ki, bəli, ədəbi mühitin formalaşmasında bu xanımın da xidmətləri var. Çünki həm sosial şəbəkələr vasitəsilə, həm televiziya, Kanal S televiziyasıyla da olub, həm də bizim vasitəmizlə, həm jurnalımızla, buyurun, uğurlarınız bol olsun. Jurnalımızla, çünki bu xanım mahnı bəstələyir, həmən şairləri biraz da tanındır. Demək, biz nə qədər tanındırıq, biraz da bu xanım tanındır. Uğurlarınız bol olsun. İnşallah Nəbi müəllimlə bircə kitabınızı da çıxaq təbrik edirik. Şagirdimlə təbrik edirəm. Kifayət mütəllib qızı. Kifayət xanım bizim səhiyyə işimizdir, baş dibbatçıdır, tanımayanlar üçün deyirəm. Həm sədaqətli dostdur, həm savadlı tibb sahəsinin işçiliyi, təbrik edirəm Kifayət xanım. Həm də dəyərli yazarlarımızdan biridir. Bizi doğrudan da ədəbi mühitin formalaşmasında bu bölgədə müəyyən xidmətləri olan insanlar varsa, onlardan da biri sizsiniz, biləsiniz. Həqiqətən bu da sizin jurnalınız. Uğurlarınız bol olsun. Yəqin ki, inşallah növbəti ildə birinci Kifayət xanım olacaqdır yazılar birinci. Züleyxa Davudova, bizim gözəl şəhid anamız. Züleyxa xanım ən gənc xanımımızdır burada. Bizim dostumuzdur. Həqiqətən də kişi qeyrətli qadındır. Deyirəm ki, səhhətində problem yaranıb, deyir ki, axşam zəng eləyərdim, oğlumla gələrdim. Hər adamın ürəyi yoxdur, yəni doğrudan da insanı ürəyi ilə tanıyırsan, dar gündə tanıyırsan, həm sədaqətli dostdur, lazım olanda dayıdır, qardaşdır, həm də gözəl şairədir. Yəni o düz deyir ki, deyir mənim 15 yaşım var. Çünki 15 yaşında qızlar sevgiyə aid elə şeylər yazan. Bu xanımın yazdığı, sosial şəbəkədə paylaşdığı şeylər hamısı məndən soruşulur, deyirəm 15 yaşı var. Siz təbrik edirəm. Bu da sizin jurnalınız, uğurlarınız bol olsun. Siz onsuz da bu vətənə bütün xidmətlərinizi eləmişsiniz. Çünki elə bir qəhrəman olub böyütmüşsünüz, şəhid anasısınız. Amma inşallah 26-cı ilində növbəti qəbulunda düşünürəm ki, siz də Kifayət xanım kimi yazılar bilinə üzv olacaqsınız. Uğurlarınız bol olsun, təbrik edirəm. Məni sevindirəni Allah sevindirsin. Amin. Pərxanım xanım, zəhmət olmasa gəlin. Pərxanım xanım Balakən rayonundandır. Bu xanımın şəxsi təcrübəsindən deyim, həyatı biraz keşməkeşlidir. Vaxtı ilə iş adamı olub, hörmətli, izzətli, pullu paralı bir xanım olubdur. Sizi mən təbrik edirəm. Həyatdır. İndi elə vəziyyət alınıb ki, o bankrot olub, o sahələrdən gedib, şeir yazmağı, ədəbi mühitdə onun Balakəndə xüsusi hörməti var. Yəni mən bunu ona görə vurğuladım ki, bəzən görürəm biraz boynu bükük dayanır. Sən pulları görəndə bizim çoxlarımız o pulu görməmişik. Ona görə də altında ciplə gəzən vaxtları olubdu bu xanımın. Yəni bu xanım bir şair kimin, bir yaradıcı insan kimin bizim ürəyimizdə yeri var. O xanım da sədaqətli dostdur, dostluğa, yoldaşlığa çox möhkəm bir xanımdır. Sağ olsun. Uğurlar arzulayıram sizə, uğurlarınız bol olsun. İnşallah görüşürük. Bir də bizi də belə çox sağ olun. Gülbahar Həsənli, buyurun Gülbahar xanım. Bu il 2025-ci il Gülbahar xanım üçün də həqiqətən də çox uğurlu il oldu. Gülbahar xanım Ardarda kitabı işimizi gördü. Onun yaradıcılıq gecəsini keçirdik. Gülbahar xanımın kitablarının təqdimatını keçirdik. Uğurlar arzulayıram. Sizin də atanız bu bölgədə ədəbi mühitin formalaşmasında təməl qoyan bir insanlardan biridir. Ona görə də o ocağın sahibisiz. Cahangir Dalğının qızıdır.
Bu sizin jurnalınız. Təbrik edirəm. Jurnalınız bol olsun. Var olun. Həvva xanım Aydemsoy. Həvva xanım bizim həm də həmkarımızdır bir jurnalist olaraq. Uzun illər jurnalist sahəsində çalışıb, radioda çalışıbdır. Avar xalqının qızıdır. Öz millətinin etmində yazır. Digər dillərdə də yaxşı şeirləri var. Nəsr də var. Həvva xanım, sizi təbrik edirəm. Siz də Zaqatalada ədəbi YouTube formatında uğurlarınız bol olsun. Çox sağ olun. Aysiman Sarıyev, zəhmət olmasa. Aysiman müəllim Balakəndən, o da bir vaxtları Aysiman Qəlbinur adı ilə bu tərəfdən gəldi. Məşhurlaşmışdır. O da Balakəndə, Balakən ədəbi mühitində öz sözünü deyən şairlərdən biridir. Aysiman müəllim də sizi təbrik edirəm. Həqiqətən də sədaqətli dostdur, yoldaşlığa möhkəm adamdır. Bu da sizin jurnalınız, uğurlarınız bol olsun. Dəyərli şeirləri var. Biraz indi səhhəti ilə əlaqədar, biraz təqaüddə olan adamdır da. Tədbirlərimizdə çox aktiv qatıla bilməsə də, adətən Bakıda müalicədə olur. Amma həmişə ürəyi bizdədir, uğurlarınız bol olsun. Yazıq yaralasınız, çox sağ olun. Şirin müəllim Qəlbinur. Xahiş edirəm sakitliyə. Şirin müəllim Qəlbinuru mən düşünürəm ki, təqdimata Zaqatala yazarlar üçün bir o qədər ittiham onu yaxından tanıyır. Şirin müəllim uzun illər mədəniyyət sahəsində çalışan bir insandır. Vəzifəli şəxsdir, vəzifəli şəxs olubdur. Yəni həqiqətən də mədəniyyət sahəsində xidmətləri danılmazdır. Şirin müəllim, bu bölgədə ədəbi mühitin formalaşmasında göstərdiyiniz xidmətlərə görə sizi təbrik edirəm. Bu da sizin jurnalınız. Uğurlarınız bol olsun. Həm bir Ağsaqqal kimi, həm də bir mədəniyyətçisi kimi. Var olun, uğurlarınız bol olsun. O da vətənə iki gözəl övlad böyüdüb, hərbisi böyüdüb, zabit böyüdüb. O zabit ki, Şuşaya qədər can qoyubdur, polkovnik övladı. Məmməd Babayev. Məmməd Babayev bizim Bəhmətli kəndindən Zaqataladan bizdə çox son vaxtlar qoşulub, Ağsaqqaldır. Həqiqətən o Ağsaqqalın da yəni özünə məxsus bir yanaşması var, gözəl şeirləri var. Sadəcə tanıdır, gəlmək istəmirdi. Bəlkə də taytuşları deyir ki, yaşı 200 düşüb bu yaşda şeir yazırsan. Amma heç vaxt gec deyil. Ən azından ədəbi mühitin formalaşmasında o kənddə də sizin böyük xidmətləriniz olacaqdır. Bundan sonra da sizi təltif edirik və uğurlar arzuyoruz. Jurnalda ilk dəfə köküşündə şeirləri işıq görür. Hamımızın yeni ilini təbrik edirik. Var olun. Qərənfil xanım, Şoxlu yeni mən illərə sizə Qərənfil xanım İsrafil gözü. Biz deməli, mən bəxsən diplom vermişdim, yazmışdım, aparmışdı təzələn gəldi. Çünki bu diplomu bayaqları çəkməmişdik, dedim zəhmət olmasa, buyurun. Biz də şəhətlər televiziya şəhətlərlə deyil, təbrik edirəm. Təbrik edirəm. Həqiqətən də Qərənfil xanım, yəni deyirəm, sosial şəbəkələrdə də aktivdir. Nə qədər danışsaq yenə də azdır. Yəni Qərənfil xanım çox aktivdir, gözəl qirayəti var. Utancaq xanımdır, belə məclislərdə danışmır, şeir demir. Amma pərdə arxası gözəl səsi var, qirayəti var. Mən özüm də paylaşımlar edirəm. Təbrik edirəm. Uğurlar arzulayır, təbrik edirəm. Sağ olun. Bayramınızı təbrik edirəm. Deyir ki, Allahdan dilətinə biriksə, bizə hər şey verən Allahdır. Allah sizə can sağlığı versin. Hamıya Sağ olun. Jurnal hamıya verdinmi mən? Kim jurnal satmadı? Mənə çatdırır. Kimə? Mənə. Nəbi mümkün. Nəbi mümkün ol, zəhmət olmasa gəlin biraz sizin jurnalınızı vereyim. Yaxşı. Nəbi müəllim, təbrik edirəm, qardaşım. Biz bu kişi jurnalından bağlı, böyük ideyalarla bağlı mənim həmişə dəstəkçim olubdur, yanımızda olubdur. Ona görə Nəbi müəllim, sizə ayrıca təşəkkür edirəm. Uğurlarınız bol olsun. Bayaq dediyimiz kimi hamısı keçibdir, səndə hamısı olub. Yaradıcılıq gecəsi olub, yazılar üzvü olubdur. Nəvənin toyuna gələr. Sağ əlin bunların başına. Var olun. Gəlin Bəsti xanım, sonra kimə jurnal çatmayın? Bəsti xanım, siz də bir daha bu jurnalla təbrik edirik, üzülü sayın verməmişəmsə. Uğurlarınız bol olsun, Bəsti xanım. Var olun. Şəlalə xanım gəlin. Şəlalə xanım, deməli, mən bu qrupda ən çox tənqid elədiyim adam Şəlalə xanım. Gücüm mənim bu qıza çatır. Təbrik edirəm.
Adam deyir pişik balasını çox istədiyindən yer. Biraz o da ola bilsin çox istədiyimdəndir. Gücüm bu qıza çatır. Həqiqətən də Şahilə xanım çox aktivdir. Çalışır ki, nəsə yeniliklər eləsin. Qrupun davam etməsi üçün, bu qrupun daha da inkişaf etməsi üçün bu qız gecə gündüz çalışır. Hamının problemi var ailəsində falan da. Bu qız da həmçinin insan övladıdır, robot deyil ki. Amma onların hamısını bir kənara qoyub çalışır ki, nəsə eləsin, bir yenilik eləsin. Bəzən də dalaşırıq, üzülü saysın. Uğurlar arzulayıram. Uğurlarınız bol olsun. İnşallah kitabınızı hazırlayın. Bilirəm, sevirsən dünyalar qədər. Bu qədər çox sevmə, qorxuram gülüm. Çox sevən sonunda görübdü kədər. Bu qədər çox sevmə, qorxuram gülüm. Su həyat versə də hər bir insana, onu da çox içsən, ziyanı olar. Ora Nizami Gəncəvi mıqı yazmışam. Həyat versə də hər bir insana, onu da çox içsən, ziyanı olar. Dünya bir yanadır, sən də bir yana. Bu qədər çox sevmə, qorxuram gülüm. Həyatım keçməsin bir anda sənsiz. Bilirəm ki, sən də qalmazsan mənsiz. Sevgini birazca azad çarəsiz. Bu qədər çox sevmə, qorxuram gülüm. Sən olmasan, gələr dağlar üstümə. Ölüm də dayanar mənim qəsdimə. Uzaqdan getməzsən yansan üstümə. Bu qədər çox sevmə, qorxuram gülüm. Bu qədər çox sevmə, qorxuram gülüm.